huzurun, səadətin, xoşbəxtçiliyin həqiqi mənbəyi imandır. Həqiqi bir imanın olduğu bir qəlbdə həqiqi huzur vardır. İnsan bu dünyaya gözlərini açdığı andan etibarən iki böyük həqiqətlə yaşayır. Bir, acizlik, digəri isə ehtiyac. Psixologiyada deyilir ki, insanın daxili tarazlığı pozulduqda və insan özünü təhlükədə hiss etdikdə, ehtiyaclarının qarşılanması xüsusunda təlaşlandıqda insan huzursuz olur. Çünki insanın fitrətində həm zəiflik, həm də möhtaclıq yerləşdirilmişdir. İnsan bu dünyaya gücsüz, zəif olaraq gəlir. Məsələn, bir körpəni düşünək. Nə özünü qoruya bilir, nə qidalanmağı bacarır, nə də həyatını davam etdirə bilir. Amma bütün bu acizliyinə baxmayaraq onu yaşadan görünməz bir mərhəmət vardır. İnsan həyatını davam etdirmək üçün daima bir gücə ehtiyac duyur. Digər tərəfdən isə onun ehtiyacları sonsuzdur. İnsan ehtiyacının sərhəddi yoxdur. Məsələn, insanın dilində nə qədər dadma duyğusu varsa, o qədər ləzzətə möhtacdır. Gözündə gözəlliyi görmə hissi varsa, o qədər mənzərəyə ehtiyac duyur. Qəlbində sevgi varsa, sevilməyə möhtacdır. İnsan sadəcə yaşamaq istəmir, həm də gözəl yaşamaq istəyir. Onun arzuları ömründən daha uzundur. İnsanın xəyalları insanın ömründən daha uzundur. Hətta insan əbədi olmağı belə arzulayır. Deməli, insanın içində sonsuzluğa qarşı da bir ehtiyac hissi var, bir möhtaclıq var. İnsan yalnız iki şeydən əmin olarsa, o zaman huzur tapır. Bir, qorxduqlarından qorunacağına, digəri isə ehtiyaclarının qarşılanacağına güvəndikdə. Bəs belə bir halda, belə bir vəziyyətdə insan arxasını kimə söykəməlidir? Bu qədər ehtiyacı varkən insan hansı qapıdan yardım diləməlidir? Cavab, insan elə bir qüvvəyə, elə bir gücə söykənməlidir ki, onun gücü hər şeyə keçsin. Bütün güc və qüvvət, güc və qüdrət onun əlində olsun. Elə bir xəzinəyə yönəlməlidir ki, elə bir xəzinədən imdad diləməlidir ki, o xəzinə heç bir zaman tükənməsin, bitməsin. Biraz təfəkkür etsək görərik ki, ana bətninə bir damla su olaraq düşdüyümüz andan etibarən bizi qoruyan, bizə güc verən birisi var. Ehtiyaclarımızı qarşılayan birisi var. Hətta ruhumuzun ən böyük ehtiyacı olan əbədiyyəti, sonsuzluğu belə bizə vəd edən birisi var. Kimdir o? Uca Rəbbimiz Quran-ı Kərimdə bunun cavabını bu şəkildə verir. Əstağfirullah. Fəlyabudu Rabb hazal beytillazi at'amahum min cu'in və amanahum min xawf. Elə isə onlar özlərini aclıqdan doyuran və qorxudan əmin edən bu evin Rəbbinə ibadət etsinlər. Bu ayət kəlmədə qorxudan əmin etmək bizim acizliyimizi ifadə edir. Yəni, bizim bütün qorxduqlarımızdan bizi əmin edən Rəbbimizdir. Bir digər xüsus isə, aclıq ifadəsi isə bizim ehtiyaclarımızın ifadəsidir. Yəni, aclıq ifadəsi bizim sadəcə yemək yeməyə olan ehtiyacımızı ifadə etmir. Nəyə qarşı aclığımız varsa, nəyə möhtacıqsa, onların hər biri xüsusunda bizi əmin edən Rəbbimizdir. Əgər bir insan huzursuzdursa, bir insanın huzuru qaçıbsa, o bilməlidir ki, onun qəlbində qorxular var. Əgər insan huzursuzdursa, deməli, sonsuz qüdrət sahibi olan Rəbbi ilə bağında zəiflik yaranmışdır. Çünki insan bu durumda Rəbbi ilə bağını qopardığı zaman ya aciz nəfsinə güvənir, ya səbəblərə güvənir.
və öz zəifliyini gördükcə də nəfsinin zəif olduğunu gördüyü anda qorxmağa başlayır. Və yaxud insan ruzisinin, ehtiyaclarının həqiqi sahibini tanımır. Onun ehtiyaclarını qarşılayan həqiqi sahibini görmür. Onları fani insanlardan və yaxud fani səbəblərdən bilir. Halbuki iman güvənməkdir. İman əvvəlcə sonsuz qüdrət sahibi olan Allahı tanımaqdır. Sonra ona təslim olmaq, ona arxalanmaq, acizliyini də, ehtiyaclarını da ona həvalə etməkdir. Səni körpə ikən ana sinəsindən süd ilə bəsləyən, sənə mərhəmət edən, səni qoruyan Rəbbini unutma elə isə. Xoşbəxt olmaq istəyirsənsə, huzurlu olmaq istəyirsənsə, səbəbləri bir pərdə edib həqiqi sahibini görməzlikdən gəlmə. Düşün ki, sənin əldə etdiklərin öz gücündən qat-qat böyükdür. Sənin ehtiyacların isə səbəblərin təmin edə biləcəyindən daha mükəmməl bir şəkildə təmin olunur. Bütün bunların arxasında səni görən, səni eşidən, səni qoruyan bir Rəbbin vardır. İnsan Allaha həqiqi mənada güvəndikdən sonra nə huzursuzluq qalar, nə də əndişə, nə də ki təlaş. Unutmamaq lazım. Unutmamalıyıq ki, bizi zəiflik içərisində yaradan kimdirsə, gücümüzün mənbəyi də odur. Bizi ehtiyac içərisində, möhtaclıq içərisində yaradan kimdirsə, ehtiyaclarımızın həqiqi təminatçısı da, həqiqi sahibi də odur. Elə isə onu tanıyaq, ona güvənək və həqiqi huzuru əldə edək.